2025-ci ilin yanvar-mart ayları ərzində ƏDV geri al layihəsi çərçivəsində istehlakçılara ödənilən əlavə dəyər vergisinin qaytarılan həcmi 46 milyon 88,3 min manatdan çox olub. Layihə çərçivəsində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən əlavə dəyər vergisinin qaytarılan həcmi isə 8 milyon 59,8 min manatdan çox təşkil edib. Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi istiqamətində də işlər davam etdirilir. İndiyə qədər ölkə ərazisində 105.694 ədəd belə nəzarət kassa aparatı quraşdırılıb. Bu, hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Hesabat dövründə yeni nəsil nəzarət kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8%-dən çoxdur.